Deməli, Fazil bəy 14-20 radələrində gəlir Karibiyana, həngəl yer yarpaq həngəli, tərəvəz buketi, 1 litr meyvə şirəsi və qatıq. Sizcə Fazil nə qədər hesab edir? Əgər düz tapsaq, mən sizə isti yeməklərdən bir porsiya hədiyyə edəcəm. Qatıq sizcə nə qədər olar? Qatıq. Olacaq 1 manat 20 qəpik. Qatıq 1 manat 20 qəpik. Fazil oturdu 1 saat 4 manat. Həngəl arası 3-8. O 3-8'lik həngəl var üstə. Tərəvəz buketi də olar 2 manat olar. 2 manat 50 qəpik olar. Tərəvəz buketi 2 manat 50 qəpik. Bir dənə də meyvə suyu var idi. 3 manat. Mayasından hesabla ya, bırak mayaya işləyir. 250 hesabla qardaş. 250 də o. Bəzi şeylər mayasından da. 261 manat elədi. Mən nəysə burada. 261. 14 manat elədi. Fazil 14 manata yedi içdi. 4 manata elə maksimumun deyir ya bizə. 4 manat 69 qəpik. Sizcə nədir? Xəngəldir Yusuf. Xəngəldir, bəli, amma biz 3 manat 80 qəpik dedik. Qatığı deyim, şok olun. Qatıq 90 qəpikdir. Natura 1 litrlik 2 manat 10 qəpik. Aha, baha demişsiniz, bəli. 1.50 10. Tərəvəz buketi 1 manat 32 qəpikdir. 3 manatda 1 saat oturmağı. 16:00-a qədər 2 saat 3 manat. 12 elədi. Bəli. 2 manatı verib çay boya 14. Bəli. Görün, bu nədir? Pətənə. Pətənə? Boğaz da yani boğaz. Pətənə? Boğaz. Nereye pətənə oldu? Hə, pətənə oradan. Bəli. İndi bunlardan Baş birini yerdən sən də seçirsiniz. ürəyin Pətənə istəyəndən yoxsa ye. boğaz? Onu boş yoxsa ver, boğaz? onu biz seçeriz. Sen ürəyin istəyəndən ye. Mən ürəyim məsələn. Nuş olsun. Pətənə yoxsa boğaz? Hansından daha çox xoşunuz gəlir? Boğaz əladır. Boğaz əladır. Zəhmət olmasa qardaşlar mənə bir porsiya boğaz gələrsin. Çok sağ ol. Çok sağ ol. Nuş olsun. Maraqlı idi. Evet.